Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Bugün 6-cı sinif matematik imtahanına dəstək üçün belə bir sınavın izahına baxacağıq. Demək bizə ilk sorumuzda deyir ki 5x üstəgəlsin 7 bərabərdir 2x plus 13 tənliyini həll edin. 5x üstəgəl 7 bərabərdir 2x üstəgəlsin 13. Demək tənliyi həll edərkən x-lar bir tərəfə, ədədlər də bir tərəfə yığılır. Olur onda 5x çıxılsın 2x bərabərdir 13 çıxılsın 7. 5x-dən 2x çıxsa qalır 3x bərabərdir 13-dən 7 çıxsa qalır 6. X də bərabərdir, x-i tapanda 6-nı bölürük, x-in əmsalı 3-ə. O da x bərabər 2 almış olur. Yəni cavabımız olur A variantı. Gəldik növbəti ikinci sualımıza. İkinci sualda deyir ki 54, 68, 54, 60, 68, 70, 54 ədədlər sırasının modasını tapın. Şahitdə biz bilirik ki moda nədir? Ən çox təkrarlanan ədəd. Ən çox təkrarlanan ədəd. Demək ən çox təkrarlanan burada baxsaq 54, 1, 54'dür, 68, 54, 60, 68, 70, 54. Və baxsaq burada görək ki 54 ən çox təkrarlanan ədədimiz, yəni 3 dənədir. Demək onda cavabımız nə olmuş olur? 54 B variantı olmuş olur. Gəldik 3-cü sualımıza. Demək 3-cü sualda bizə belə bir şəkil verib. A, O, C, bu da B. COB bucağını 40 dərəcə verib. Bizdən soruşur AOC, yəni buradakı X bucağın. Biz bilirik ki X bucağı ilə buradakı 40 dərəcəmiz qonşu bucaqlardır. Və qonşu bucaqların cəmi bizə neçə dərəcəni verir? 180 dərəcəni. Və X-i də tapanda 180 dərəcədən 40 dərəcəni çıxsaq, bu da olar 140 dərəcə. Yəni cavab olmuş olur 140 D variantı. Gəldik 4-cü sual, faiz aid sualdır. Ədədin deyir ki 120 ədədin 30%-ni tapın. Ədədin faizini tapanda həmin ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Yəni 120-ni onda biz 30-a vurub nəyə bölərik? 100-ə bölmüş olaraq. Burada 120 yanındakı sıfırla bunun 0 getdi, 30 yanındakı sıfırla da bu 10 getdi. Yerdə qaldı 12 vurulsun 3 bərabərdir 36. Cavab olur 36 B variantı. Gəldik 5-ci sualımıza. Deyir ədədlər sırasının medianını tapın. Ədədlər sırasının medianını taparkən ədədləri ilk öncə ardıcıl sırayla düzmək lazım. Yəni kiçikdən böyüyə. Olur onda 6, 8, sonra 10, 11, 17, 19 və 21. Və baxırıq görə burada ədədlərimiz cüt saydadır yoxsa tək saydadır? 1, 2, 3, 4, 5, 6 və 7 dənədir. Demək ədədlərimiz tək saydadırsa, onda ortada duran bizim nəyimiz olmuş olur? Medianımız olmuş olur. Bizdə də ortada duran nədir? 11-dir. Cavabında olmuş olur B variantı. Əgər yox, ədədlərimiz cüt sayda olsaydı, onda ortada duranların, misal üçün, deyək ki, 4-dür, 5-dir, 7-dir və 9-dur. Və burada görürük ki, cüt sayda olduğuna görə onda bizə ortada duran hansılardır? 5 ilə 7-dir. Onda 5 ilə 7-ni toplayıb nə edərdik? 2-yə bölsəydik, yəni bu bizim medianımız olmuş olardı. Bizdə də tək sayda olduğuna görə demək ki, ortada duranımız 11 idi. Cavab olmuş olur 11 B variantı. İndi gəldik 6-cı sualımıza. 6-cı sualda miqyasla bağlı sualdır. Deyir, həqiqi uzunluğu 4 km olan məsafə xəritədə 1 cm olarsa miqyası təyin edin. Demək, miqyası taparkən biz bilirik ki, yəni xəritə üzərində olan hissə bölünür həmişə nəyə? Həqiqi hissəyə. Yəni onda bizə də xəritə üzərində yəni kiçildilmiş 1 cm-dir. Həqiqi hissəmizdə nədir? 4 km-dir. Və kilometri biz 4 kilometri biz əvvəlcə metrə çevirək. Olur onda 1 kilometr 1000 metr olduğuna görə olacaq 4000. Yəni 1000-ə vurarıq 4000 metr olmuş olur. Və metri də santimetrə çevirsək 4000-in yanına 2 dənə atmış olaraq 0,60 olaraq. Olur 400 min. Onda 1 bölünsün 400 min. Bu da olur bizim miqyasımız. Yəni cavab olur A variantı. 7-ci sual. Perimetri 30 cm olan deyir, bərabər yanlı üçün oturacağı 2 cm yan tərəfini tapın. Demək, bərabər yanlı 3 bucaqdır. Oturacağımız 2-dir. Yan tərəf bura A-dırsa, burada nədir? A-dır. Və perimetr bilir ki, bütün tərəfləri nə edir? Cəmdir. A üstəgəl 2 bərabərdir 30. Buradan 2A üstəgəl 2 bərabərdir 30-a. 2A bərabərdir 30-dan 2-ni çıxarıb qalar 28. A-nı da tapanda 28-i bölərik 2-yə, cavab olar 14. Bizdən yan tərəf soruşurdu, o da olmuş olur 14 C variantı. Gəldik 8-ci sualımıza. Demək 8-ci sualda bizə deyir ki, tərəfləri 2, 3 və 4 ədədlərlə düz mütənasib olan üçbucağın perimetri 36 olarsa ən kiçik tərəfini tapın. Demək yenə üçbucağın tərəflərini bizə deyək ki, bura olsun 2x, bura 3x, burada 4x verib. Və perimetri də 36-dır. Onda 2x üstəgəl 4x üstəgəl 3x bərabərdir 36-ya. Toplasaq bu olur 6, 9x bərabərdir 36-ya. X da bərabərdir 36-nı 9-a bölsək 4 almış olur. Demək x-imiz 4-dür, bizdən də kiçik tərəf. Kiçik tərəfimiz nədir? 2x. Yəni 2-ni vurarıq 4-ə, cavab olmuş olar 8. B variantı. Gəldik 9-cu sualımıza. 9-cu sualda bizə deyir ki, toplananlardan biri digərindən 18 vahid böyükdür. Yəni birinə x desəm, o birisi x üstə gəlsin nə olmuş olacaq? 18. Və cəmi deyir nədir? 52-dir. Onda x ilə x üstə gəlsin 18-i toplasam, bu nəyə bərabər olmuş olar? 52-yə. Buradan x-lar toplasam olur 2x üstə gəl 18 bərabərdir 52-yə. 2x bərabərdir 52-dən 18 çıxsa. Cavab olmuş olur 34. X-i də tapsam 34-ü bölərəm 2-yə, olar 17.
Bizdən böyük toplanan soruşur. Yəni x üstə gəl 18-i soruşduğuna görə 17-nin üstünə 18 gələrəm. Bu da olar 35. Cavabımız olur 35 A variantı. Gəldik 10-cu sualımıza. Deyir x bölünsün 8 bərabərdir 3 bölünsün 2. Tənasübünü həll edin. Biz bilirik ki, tənasübdə orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Onda kənar hədlərimiz x ilə 2 olduğuna görə 2-ni vuraram x-a bərabər olar. Orta hədlərimizdə 3-nə 8-dir. 3 vurulsun 8-ə. 2 vurulsun x bərabərdir 3-ü 8-ə vuranda 24. X də bərabərdir 24-ü 2-yə bölsək cavab olmuş olar 12. Yəni burada da 12 bizdə hansı variantdır? C variantı. Gəldik 11-ci sualımıza. 11-ci sual deyir ki, oturacağının radiusu 2 cm və hündürlüyü 3 cm olan silindrin həcmini tapın. Silindrin həcmi bilir ki, V bərabərdir. Pi vurulsun R-in kvadratı vurulsun nə idi? H idi. İndi gətirib yerinə yazsaq, V bərabərdir. Pi vurulsun, R-imiz 2-dir kvadratı, yəni 2-nin kvadratı vurulsun, H-ımız da 3-dür. 2-nin kvadratı olur 4, 4-ü də 3-ə vursaq olur 12 vurulsun pi. Cavab 12 pi B variantı. 12-ci sual. 12-ci sual deyir ki, 457 ədədini onluqlara qədər yuvarlaqlaşdırın. Demək, onluqlara qədər yuvarlaqlaşdırında onda bax, sondan əvvəl doğru geçsək, bu təklik, bu olur onluq. Yəni bizə 5 nədir? Onluqdur. Onda biz bunu yuvarlaşsaq, 5-dən sağdakı ədədimiz, yəni 7-dir və 7 olduğuna görə 5-in üzərinə 1 gəlir, olur 460. Yəni cavab olur C variantı. Gəldik 13-cü suala. Deyir 7-də 4 vurulsun 3-də 5, çıxılsın 7-də 4 vurulsun 3-də 4 ifadəsinin qiymətini tapın. Demək, kəsirlərin vurulmasına görə məxrəc məxrəcə, surətdə surətə vurulur. Onda birinci də, yəni 7-də 4 vurulsun 3-də 5, çıxılsın 7-də 4 vurulsun 3-də 4. Bərabərdir. Onda burada 7-ni çarpsaq 21-də, 4-ü də 5-ə vursaq 20 çıxılsın. Eyni qayda ilə ikincini 7-ni 3-ə vursam 21-də, bu da olacaq 16. Məxrəclər eynidirsə, onda məxrəc olduğu kimi qalırdı, surətləri çıxırdıq. 20 çıxılsın 16. Bu da olur 21-də 4. Cavab olur A variantı. 14-cü sualımız diaqrama əsasən deyir, enanı tapın. Demək, diaqramda baxsaq, burada D, Y, F, burada A, B və C-dir. Burada da C ilə H-dır. A çoxluğumuz, bu da B çoxluğumuz. Enanı soruşur bizdən. Ena nə deməkdir? A çoxluğuna, bütöv A çoxluğundakı bu dairədə olan elementlərin sayı deməkdir. Yəni, bizdə də baxsaq görərik ki, onda A çoxluğundakı elementlər hansılardır? A-dır, B-dir, C-dir, D, Y və F-dir. Yəni, cəminisi dənə element olmuş olur, 6 dənə element olmuş olur. Yəni, oldu cavab A variantı. Burada yox, şahidlər, bizdən soruşsaydı əgər, misal üçün, N A fərq B-ni soruşsaydı, A fərq B o deməkdir ki, yalnız A tərəfində olsun. Onda bizə yalnız A tərəfində desəydi, yəni A, B, C olan 3 dənə element olmuş olurdu. Yox, desəydi ki, N, B fərq A-nı tapın. N, B fərq A deyəndə də onda yalnız B tərəfindəkilərdən söhbət gedir. Yəni onda buradakılar nəzərdə tutulmuş olur. C ilə H, orada da 2 dənə element olmuş olur. Yəni N elementlərin sayı bildirir, o deməkdir. Yəni bu diqqətli olmaq lazımdır bu cür suallarda. İndi gəldik növbəti sualımız 15-ci sualımıza. Tərəflərindən biri 8 cm və bu tərəfin hündürlüyü 6 cm paralleloqramın sahəsini tapın. Paralleloqramın sahəsinin düsturunu bilirik ki, tərəf A-dır və bu tərəfə çəkilən hündürlüyü verilibsə, onda sahəmiz A vurulsun nə idi? H idi. Onda həmin düstura görə, onda S bərabərdir. 8 vurulsun 6, bu da edər 48. Cavab olmuş olur 48 D variantı. 16-cı sual əbobdur. Deyir ki, əbob 36, 44. Deyir ki, əbobu hesablayın. 36 və 44-ün əbobunu deyəndə bunu vurğulara ayrımı ilə də getmək olar və yaxud da hər ikisinin bölənlərini tapıb o şəkildə getmək olur. Misal üçün, mən 36-nın bölənlərini tapsam, 36 bilir ki, 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 4-ə bölünür, 6-ya bölünür, 9-a bölünür, 12 bölünür, 18 və 36-nın özünə bölünür. 44-ün də bölənlərini yazsaq, 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür, 11-ə bölünür, 22-yə bölünür və 44-ün özünə bölünür. Demək, əbob odur ki, hər ikisində ən böyük ortaq bölən. Bizə baxsaq ki, hər ikisində ortaq bölənlərdən ən böyük nədir? 4-dür. Demək ki, onda əbobumuz nə olmuş olacaqdı? 4 olmuş olacaqdı. Cavab olmuş olur B variantı. Gəldik 17-ci sualımıza. Deyir, avtomobil 225 km yol getmək üçün 18 litr yanacaq sərf edir. Demək, 225 km nə qədər yanacaq sərf edir? 18 litr. İndi bizə deyir ki, 400 km məsafəni deyir, getmək üçün neçə litr lazımdır? X litr. Tənasübü qursaq və buradan çarpaz olaraq vursaq, 225 vurulsun X bərabərdir 400 vurulsun 18-ə. X-ə də tapsam, X bərabərdir 400-ü vuraram 18-ə, bölərəm nəyə? 225-ə. İxtisar aparsaq, 25-ə ixtisar getsə burada qalar 16, burada da qalar 9. 9 ilə 18 ixtisar getsə burada qalar 2. Cavab oldu 2 vur 16, 32 litr. Demək ki, benzin lazım imiş, B variantı. Gəldik 18-ci sualımız. 48 ədədinin 3/2 hissəsi.
Ədədin hissəsini tapanda həmin ədədi hissə göstərən ədədə vurmaq lazım. Yəni 3-də 2-yə vururuq. 3-də 2-yə vurmaq nə deməkdir? 48-i 2-yə vurub 3-ə bölmək deməkdir. 3 ilə 48-i x çarparsın, burada qalar 16. 16-nı da 2-yə vursam cavab olmuş olar 32. A variantı. Gəldik 19-cu sualımıza. Demək 19-cu sual deyir ki, 16 ədədi 40 ədədinin hansı hissəsini təşkil edir? A ədədi B ədədinin hansı hissəsini təşkil edir deyəndə həmin ədədi digərinə bölmək lazımdır. Yəni onda bizə 16 40-ın hansı hissəsi deyəndə 16 nəyə böləcək? 40-a bölmüş olacaq. Bunlar da 4-ə ixtisar aparsan, burada 4, burada nə qalmış olar? 10. Yəni 4 böl 10, bu da edir 0,4. Cavab olmuş olur 0,4 A variantı. Gəldik 20-ci sualımıza. Deyir 70 ədədi 5, 9 nisbətində 2 hissəyə bölünüb. Alınan böyük ədədi tapın. Onda 5 ilə 9-u toplasam, bu nə elədir? 14. Nisbətimizin cəmi 14-dür. Onda 70-i bölərik 14-ə, qalar 5. Demək, bir hissəyə düşən 5-dir. Bizdən də böyük hissə dedik 9-dur. Yəni 9-u vuraram 5-ə, cavab nə olmuş olar? 45 olmuş olar. B variantı. Gəldik 21-ci sualımıza. Yine çoxluqla bağlı bir sualdır. Deyir, sinifdəki 25 şagirddən hər biri ən azı bir xarici dil öyrənir. 17-si ingilis dilini, 15-i isə rus dilini öyrənsə, neçə şagird hər iki dili öyrənir. Demək, onda baxsaq, 17 ilə 15-i toplasaq, bu neçə edir? 32 edir. Və ümumi, yəni 32-dən də biz ümumi şagirdlərin sayı 25-i çıxsaq, yerdə hər iki dili öyrənənlər 7 nəfər olmuş olur. B variantı. 22-ci sual. Deyir ki, 4 işçi bir işi 12 günə görür. 4 işçi işi 12 günə görür. Deyir 6 işçi işi neçə günə görər? X günə bilmirik. İndi bizə deyir ki, həmin bu X günə görülən tapmaq lazımdır. Demək, bizdən 4 işçimiz 12 günə görürsə, 6 işçi neçə günə görəcəksə, burada bilirik ki, işçilərin sayı nə qədər çox olarsa, iş daha tez bitmiş olar. Onda burada nə əmələ gəlir? Tərs mütənasiblik. Tərs mütənasiblikdə də bilirik ki, qaydamız nədir? Qarşı-qarşıya hasillər bərabərdir. Yəni 4-ü 12-yə vursam bərabər olmalıdır. 6 vurulsun x-a. 4-ü 12-yə vuranda eləyir 48, bərabərdir 6 vur x. Buradan da x-i tapsam, 48-i 6-ya bölərəm, qalar 8. Cavab olmuş olur 8 gün B variantı. Gəldik 23-cü sualımıza. Deyir 0,8 ədədini faiz ilə ifadə edin. Ədədi faiz ilə ifadə edəndə həmin ədədi nə etmək lazımdır? Faizə, yəni 100%-imizə vurmaq lazımdır. 0,8 də 100-ə vursam, bu da edər 80%. Cavab olur A variantı. 24-cü sual. 2 dənə paralel xəttdir, 3-cü düz xəttlə kəsişir. Burada 120 dərəcədir, burada alfadır. Biz qayda olaraq bilirik ki, daxili bir tərəfli bucaqların cəmi nədir? 180 dərəcə olmalıdır. Yəni alfa ilə 120 dərəcə mən toplasam, bu 180 dərəcəyə bərabər olmalıdır. Buradan da alfanı tapsam, 180 dərəcədən 120 dərəcəni çıxmış olaram. Bu da edər 60 dərəcə. Cavab olmuş olur 60 A variantı. Gəldik sonuncu sualımız 25-ci sualımıza. Demək 25-ci sualda bizə deyir ki, üçbucağın tərəflərindən biri 8 cm və bu tərəfin hündürlüyü 6 cm-dir. Demək üçbucağımızı çəksək, bura olsun 8 və bura çəkilən hündürlüyümüz olmuş olur 6. Və sahəni soruşur. Biz də bilirik ki, üçbucağın saha düsturu tərəf və həmin tərəfə səyən hündürlüyün hasilinin yarısıdır. Onda düsturdan istifadə etsək, 8-i vurarıq 6-ya, bölərək nəyə? 2-yə. 2 ilə 6-nı ixtisar vursam, burada qalır 3. Oldu 8 vur 3. 8 də 3-ə vursaq 24 olmuş olur. Cavabımız D variantı. Diqqətinizə görə təşəkkür edirəm şagirdlər. Belə videoların davamlı gəlməsi üçün kanalımıza abunə olub, videolarımızı bəyənməyi unutmayın ki, videolar paylaşanda ilk anında sizin qarşınıza çıxsın.